Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəyəm. Bugünkü mövzumuz empatiya və tolerantlıq, inklüziv təhsilin dəyərləridir. Təlimçimiz Sumqayıt Dövlət Universitetinin baş müəllimi, inklüziv təhsil üzrə UNICEF-in təlimçisi Aynura Bağırovadır. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim rekord olunur. Gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınızı səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizdə xoş öyrənmələr. Necəsiz Aynurə xanım? Şamınız xeyir. Hər birinizi salamlayıram, təşəkkür edirəm, siz yaxşı olasınız. Səsim yaxşı gəlir? Bəli. Salamlayıram hər bir pedaqoqumuzu, hər bir müəllimimizi. Güman edirəm ki, maraqlı belə deyək, bir zaman keçirdəcəyik, dəyərli bir zaman keçirdəcəyik. Hər zaman dediyim kimi, yəni az da olsa nə isə yanaşmalarımızı bölüşə biləcəyiksə, ən azından hansısa bir məsələlər baxımından müzakirələr edə biləcəyiksə, interaktiv şəkildə öyrənməyə çalışacağıqsa, nə xoş bizə. Ümumiyyətlə, bugünkü mövzumuz düşünürəm ki, bir çox müəllimlər üçün maraqlı olan bir mövzudur. Və bir çox müəllimlərin həm yaxşı mənada razılaşdığı, bəzilərinin isə müəyyən qədər razılaşmadığı məqamlar olan bir belə deyək də mövzudur. Amma istənilən halda düşünürəm ki, konstitusiyamızda eyni zamanda bizim bütün hüquqi sənədlərimizdə ölkə vətəndaşlarının hər biri üçün bərabər imkanlar yaradır ki, hansı ki, bu da bizim təhsil almaq hüququmuzdur. Məhz bu istiqamətdən çıxış edərəkdən sizinlə mövzumuza başlayacağam. İlk olaraq paylaşımımı edib, görünür mü paylaşım? Bəli. Belə bir sualım olacaq sizə. Başqasının ayaqqabısında bir dəqiqə hamımıza maraqlı gələcək ki, niyə belə bir başlanğıcla başlayırıq? Əslində isə hər bir iştirakçıya belə bir sualla müraciət etmək istəyirəm ki, elə təsəvvür edin ki, sinfinizdə və yaxud da ki, ətrafınızda və yaxud da ki, məktəbdə hər hansı bir fərqli öyrənmə qabiliyyətinə malik olan bir şagirdin, ola bilər eşitmə məhdudiyyəti olsun, ola bilər hiperaktivliyi olsun, ola bilər hər hansı bir dil bariyerləri olan şagirdlər olsun və s. Yəni, eyni qədər təbii ki, sadalaya bilərik. Şagirdin yerində özünüzü təsəvvür edin. Nə hisslər yaşayarsınız? Çox istəyərəm ki, yanaşmalarınızı bizi ilə bölüşəsiniz. Buyurun. Bir olanlar var mı? Yanaşmalarını bizi ilə bölüşmək istəyənlər var mı? Həmin insanların yerində olsaydınız, həmin şagirdin yerində olsaydınız, özünüzü necə hiss edərdiniz? Fikir olanlar var mı? Buyurun, aktiv şəkildə iştirak edək. Hər vaxtınız xeyir. Elvəyə müəllimə, buyurun. Belə deyək, bəzən olur ki, şagirdlərdə çox vaxt ayaqqabıdan fərqli olaraq telefon baxımından da bir-birlərini alçaltmaları olur. Hal-hazırda indi tələbələrdə var da şagirdlər, tələbələr ki, iPhone olsun mütləqdir, köhnəsi də olsa iPhone olsun. Bəzilərində, məsələn, deyirlər də Nokialar, balaca telefon ki, əlaqə saxlamaq üçün o. Hə, bu səndə varsa, sən geridə qalmışsan. Ailən sənə yaxşı baxmır, sən necə bir təbəqədənsən, bu da uşaqda daha doğrusu özgüvəni qırır. Həmçinin bu tələbələrə də aiddir. Universitetdə də məsəl üçün rastlanır ki, bəzi ailələr var ki, maddi cəhətdən gücü çatmır da. Yəni istər iPhone olsun, istər Redmi olsun, istər Samsung, bunun nə fərqi var ki?
Yəni o şagirdlərin yerində biz özümüz də şagird olmuşuq, tələbə də eyni şəkildə. Yəni yaşamışıq o durumu ki, necə insan qısnanır, pis olur. Həmin illərdə heç kimlə kontaktda da olmur və ondan sonra o deyirlər ya, cəmiyyətə addım atmaq. Da cəmiyyətə addım da ata bilmirlər ki, yenə nədəsə qınanılacam, geyimdə olsun, istifadə etdiyimiz əşyalarda olsun, bunların hər birində. Teşekkür edirəm Raya xanım değerli fikirləriniz üçün. Başqa fikir olan var mı? Yəni özünüzü o şagirdin yerində təsəvvür eləsəydiniz, necə hiss eləyərdiniz özünüzü? Salam, hər vaxtınız xeyir. Özünü insan digər insanın xüsusilə problemi olan bir insanın yerində təsəvvür eləməyi bacarmalıdır ki, onu qınamasın. Həm də ki, tərbiyə cəhətdən məncə tərbiyəsi yerində olan bir insan elə bir hərəkət eləməz də. Problemi bir olan şəxsi alçatmaz və s. Teşekkür edirəm Günay xanım, minnətdaram değerli Sağ fikirləriniz üçün. olun. Olan var mı? Maraq fikirləriniz. Olan? Evdə də Məktəblərdə valideynlər uşağa öyrətməlidir ki, kimisə nəyəsə görə qınamaq olmaz. Xüsusilə özündən asılı olmayan bir şeyə görə. Məsələn, xanımın dediyi kimi telefon olsun, geyimi olsun, kasıblıq olsun, bu insanın istəyərək etdiyi bir şey deyil də. Nə də ki, utanılacaq bir şey deyil. Özdə az yaşlı uşağın. Tamam, doğru. Teşekkür edirəm. Başqa fikri olanlar var mı? Aynur Əməl, axşamınız xeyir olsun. Mənim fikrimcə elə bil ki, son illərdə, xüsusilə yuxarı siniflərdə, əvvəllər aşağı siniflərdə mən hiss eləmişdim. Yuxarı siniflərdə getdikcə də 9, 10, 11-ə çıxdıqca deyirsiniz kiminsə yerinə qoymaq üçün. Məsələn, mən hərdən fikir verirəm ki, uşaqlar sanki bir-birləri ilə yarışırlar, nə üstündə? Saç düzümləri ən çox. Saç düzümlərinin, məsələn, lağa qoyurlar artıq. Bu günlərin, məsələn, sənin saç düzümün belədir, sənin saç düzümün belədir, tutaq ki. Bir də elə bir 9, 10, 11-lərdə geyim güya məktəbli formasıdır, güya məktəbli formasıdır da, adı formadır. 9, 10, 11-də axı biraz ciddiyyət olmur, biraz özünüz bilirsiniz də. Onlar o məktəbli formasına belə bir-birlərinə lağ eləyirlər ki, sən məktəbli forması geyinmisən. Yəni elə bir məktəbli formasını geyinməyi özlərinə yaraşdırmırlar, lağ eləyirlər. Məsələn, mənim elə bir şagirdim var idi 11-ci sinifdə, 5-ci sinifdən dərs demişdim o şagirdə. Deməli, o şagird ta 11-ci sinifə qədər saçına ağ bant vururdu, hörürdü. Ağ məktəb forması, köynəyi, yupqası, hər şeyi yerli yerində, hətta üzr istəyirəm, ağ kalqotkaya qədər. 11-ci sinifdə oxuyurdu da o qız. O qədər o qızı sıxışdırırdılar ki, o qədər o qız amma heç nəyə fikir vermirdi. O heç nəyə fikir vermirdi və mən ona həmişə həsədlə baxırdım ki, iradəsi necə güclüdür o qızın ki, heç nəyə fikir vermir. Çox yüksək də balla qəbul oldu sonra o qızda. Yəni mən məsələn o qızın yerində olmaq istəyərdim. Yəni özümü elə təsəvvür eləyərdim. Bəzən insan fikir verməyəndə, qıraqdakıların o qınaqlarına fikir verməyəndə mənə elə gəlir ki, qıraqdakılar susa bilir. Doğru. Teşekkür edirəm Sevinç müəllimə değerli fikirləriniz üçün. Başqa fikir olan var mı? Əslində belə deyək də başqasının ayaqqabısında bir dəqiqə simvolik olaraq təbii ki, belə bir məsələ qoymuşuq. Tək burada təbii ki, ayaqqabıdan söhbət getmir, bu məcazi mənada təbii ki, istifadə olunan bir ifadədir. Sadəcə olaraq bizim özümüzü həmin insanların yerində qoymaq üçün istifadə olunan bir ifadədir. Yəni, adətən metodikada istifadə olunur ifadədən ki, özünü bir anlıq başqasının yerində qoymaq, sanki başqasının ayaqqabısında bir dəqiqə belə fikir formasında ifadə olunur. Başqa fikir olanlar varmı? Təşəkkür edirəm hər birinizin dəyərli fikirlərinə. Təbii ki, hər birimiz təcrübələrimizdə bu hallarla qarşılaşırıq və qarşılaşmaqda da davam edirik. Əslində, mən digər təbii ki, hissəmizə keçid edəcəm ki, hansı ki, əslində mən niyə bu başlanğıcına başladım? Çünki bizdə empatiya məsələsi var və eyni zamanda tolerantlıq məsələsi var. Və hansı ki, empatiya başqa birinin ürəyini öz gözlərindən görmək məsələsi və eyni zamanda da tolerantlıq isə fərqliliyi qəbul etmək və hörmətlə yanaşmaq məsələsi var deyə. Ona görə mən belə bir başlanğıcına başladım mövzuya ki, birbaşa bizim mövzumuz məhz empatiya və tolerantlıq, inklüziv təhsilin dəyərləri ilə təbii ki, bağlıdır və biz bu günləri bu mövzu barədə təbii ki, danışacağıq.
Təbii ki, hər birimiz eyni qədər təcrübələrimizi bölüşə bilərik. Hər birimizin qarşılaşdığı təbii ki, məsələlərdir ki, hansı ki, cəmiyyətdə hələ də davam edir. Düzdür, əvvəlki illərlə müqayisədə təbii ki, azalır, amma hələ də beləcəkdə davam edən və yaralı mövzularımızdan təbii ki, biridir. Əslində, inklüziv təhsil nədir? Təbii ki, inklüziya sözündən yaranan bir məsələdir. İn daxil etmə deməkdir. İnklüziv təhsil əslində keyfiyyətli təhsil deməkdir. Biz hər zaman inklüziv təhsil deyəndə bəzi hallarda yanlış olaraq ancaq sağlamlıq imkanları məhdud olan uşaqları düşünürük. Əslində isə tamamilə yanlışdır. Bütün vətəndaşların kimliyindən asılı olmadan sağlamlıq imkanları məhdud olan təbii ki, uşaqlar da var, insanlar da var. Amma eyni zamanda bütün vətəndaşların cəmiyyətə adaptasiya olunması, digər insanlar kimi onların da cəmiyyətin bərabər hüquqlu bir fərdinə çevrilməsini təmin edən təbii ki, bir proses inkluziya. Əslində, başqa cür desək, təhsil sahəsi də istisnasız olaraq bütün uşaqların, böyüklərin akademik və ictimai həyatla bərabər hüquqlu iştirakını təmin edir. Əslində, inklüziv təhsil layihəsi niyə həyata keçirildi? Bu dövlət proqramı olaraq niyə həyata keçirildi? Cəmiyyətin həmin uşaqlara qarşı münasibətini dəyişdirdi. Və eyni zamanda onların da digər şagirdlərlə bərabər icma əsaslı beləcəkdə məktəblərdə təhsil almalarını təmin edir. Bəzən fikirlər söylənilir ki, sağlam uşaqlar əslində bu ifadə ilə razılaşmıram. Sağlam uşaqlar heç belə də yüksək nəticələri göstərə bilmirlər. O uşaqlar necə o nəticələri göstərəcəklər. Yəni bu ifadə bizə bir çox məsələləri deyir ki, əslində bəli, bizim siniflərimizdə bütün uşaqlar hamısı yüksək nəticə göstərmir. Bütün uşaqlar belə deyək də ali məktəbə qəbul ola bilmirlər. Söhbət onların ali məktəbə qəbul olub olmamasından getmir. Əsas vacib məsələ burada sosiallaşmaq məsələsidir. Cəmiyyətin o insanlara qarşı münasibətinin dəyişilməsidir. Və eyni zamanda da həmçinin o insanların da haqqıdır ki, neynəsinlər təbii ki, təhsil alsınlar. Mən əvvəldə də qeyd elədim ki, Konstitusiya bizə bu hüququ verir. Yəni, heç kəsin o hüququ bizim əlimizdən almağa haqqı yoxdur və heç birimiz də bu məsələdən təbii ki, sığortalanmamışıq. Belə bir sualla müraciət edəcəm hər birimizə. Əlilliyi olan uşaqların inklüziv təhsildən yararlanmasına əngəl olan bir nömrəli maneə sizcə nədir? Sizə görə. Fikri olan var mı? İnklüziv təhsil nə oldu? Necə? İnklüziv təhsil nə oldu? İnklüziv təhsil biz qeyd elədik ki, bütün uşaqların, eyni zamanda da böyüklərin akademik və ictimai həyatda bərabər hüquqlu iştirakını təmin etmək. Yəni, əlilliyi olan uşaqların da fərqi yoxdur, bütün uşaqların da birlikdə icma əsaslı məktəblərdə təhsil almasını təmin etməkdir. Yəni, normal məktəblərdə? Bəli, təbii ki, icma əsaslı məktəb deyiriksə, yəni belə deyək, ümumi təhsil müəssisələrindən söhbət gedir. Biz digər hissələrdə barədə qeyd edəcəyik. Burada ağır dərəcədən təbii ki, söhbət getmir. Yüngül dərəcədən təbii ki, söhbət gedir. Ağır dərəcəlilər bir çox belə deyək, müəllimlər də, təhsil işçilər də bilir ki, xüsusi internat tipli məktəblərdə təhsil alırlar. O, inklüziv təhsil hesab olunmur. O, artıq xüsusi tipli məktəblərdir. Ona görə də inklüziv təhsil isə yüngül dərəcəli belə deyək də uşaqların, yəni əlilliyi olan uşaqların da digər uşaqlarla birlikdə təhsil almasını təmin etməkdir. Yəni, icma əsaslı məktəblərə cəlb olunmasıdır. Valideyn bir nömrəli maneədir. Belə bir fikir söylənilir. Başqa fikir olan varmı? Sizcə, əlilliyi olan uşaqların inklüziv təhsildən yararlanmasına əngəl olan bir nömrəli maneə sizcə nədir? Xanım, əgər görmə, eşitmə problemidirsə, onlar fərqli yolda təhsil alır, yəni fərqli üsullarla təhsil alır, ona görə başqa məktəblərə getməlidir. Daha yüngül problemlər üçün bəzi adamlar bəlkə düşünür ki, o uşaq digər uşaqlardan seçilər, özünü pis eləyər, ona görə bu təhsildən yayınmalıdır. Amma məncə öyrənsə yaxşıdır ki, heç kimdən əksiyi yoxdur. Hamı Allahın yaratdığı bir insandır. Ona görə də valideynin ailə tərbiyəsinin önəmi böyükdür da, uşaqlıqdan elə tərbiyə verməlidir ki, heç kimdən utanmasın, öz günahı olmayan bir problemlərinə görə. Təşəkkür edirəm. Başqa fikir olan var mı? Buyurun.
Salam müəllimə. Uzun Aa, müddətdən sonra sizi görmək çox xoş oldu. ne güzel. Aha, Dəyərli müəllimim. güzel. Müəllimə, mən bildirmək istəyərdim ki, ilk öncə məsəl üçün biz məsəl üçün böyük olaraq həyatda hər hansı bir problemlə qarşılaşanda psixoloji olaraq istər-istəməz kiçik olsa belə sarsılırıq. O bizim həyatımıza təsir göstərir. Halbuki biz hələ müəyyən bir yaşdayıq da və o uşaqların yaş kateqoriyasını düşünsək, onlar onsuz da, yəni Allah həmd olsun, yəni müəyyən bir belə necə deyim, əslində o insanlar seçilmiş insanlardır. İlk öncə onu qeyd etmək istəyirəm ki, Allah tərəfindən elə bir imtahan olunurlar da və onlar həqiqətən də bizdən çox fərqlidir və seçilmişdilər əslində onlar. Amma nə qədər olmasa onların psixologiyasında, yəni müəyyən bir necə deyim, qırıqlıq, plus da hər insanın ona gücü çatmaya bilər də o yaşadığı həyatı o şəkildə qəbul edib və davam etmək. Hələ qalıb uşaqlar, yəni bunu bu şəkildə həqiqətən düşünəndə ailəm mənə görə nə qədər düz təbii ki, ailə çox böyük önəm daşıyır burada. Ailə nə qədər dəstək olsa da, kənarın çox-çox böyük təsiri var cəmiyyət. Bir nömrəli olaraq cəmiyyət. Yəni mən həqiqətən düşünürəm, yəni məsəl üçün mən təvəllüdüm elə də çox deyil də, yəni. Amma məsəl üçün mən düşünürəm ki, biz məktəb vaxtında oxuyanda tamam başqa idi, amma hal-hazırki müddəti düşünürəm, tamam başqadır da. Həqiqətən qınaq o qədər çoxdur ki, hətta az yaşlı uşaqlarla işləmişəm. Ən aşağı 2 yaş qrupu, 3 yaş, 4 yaş. O uşaqların özlüyündə belə o qədər qınaq var ki, yəni bu uşaqlar bu qədər şey hardan, necə öyrənirlər? Təbii ki, birmənalı olaraq cəmiyyətdən götürürlər onlar. Mənə görə ən böyük təsir cəmiyyətdir. Cəmiyyət əgər necə deyim, yaxşı olsa, düşünürəm ki, o uşaqların təhsil almasında ki, xaricdə bu daha da irəliləyib, düşünürəm ki, bizdə bu zəifdir. Teşekkür edirəm dəyərli fikirləriniz üçün. Başqa fikir olan varmı? Buyurun, zəhmət olmasa. Sizə görə bir nömrəli maneə nədir? Çatda yazmışlar, ön yargı da ola bilər, heç şans verilmədən qərar verilir, fikir bildirilir. Günay müəllimə qeyd edir ki, amma əsas ailənin təbii ki, təsiridir. Müəyyən qədər belə deyək də razılaşıram sizinlə. Bir nömrəli əslində maneə cəmiyyətdə mənfi münasibətin olması. Sizin də fikirlərinizə belə deyək də istinad edərəkdən, bəli, mənfi münasibət təbii ki, o insanların cəmiyyətə adaptasiya etməsinə imkan verir, yəni maneə. Və ona görə də onlar belə deyək də insanlardan və cəmiyyətdən uzaqlaşmağa çalışırlar və təhsil almaqdan digər məsələlərdə məhrum olmuş olurlar. Təbii ki, ən əsas biz nə etməliyik? Bu mənfi münasibəti təbii ki, bizim dövlət hissələrdə damğalanma falan haqqında danışacağıq ki, hansı ki, ən çox uşaqlarımıza mənfi təsir göstərən təbii ki, bu mənfi münasibətin olmasıdır. Hətta biz inkluziv təhsil layihəsi ilə bağlı dövlət proqramı həyata keçirəndə biz insanlarla qarşılaşdıq ki, onlar etiraf edilər ki, biz övladımızı, əlilliyi olan övladımızı dünyasını dəyişənə qədər cəmiyyətdən gizlətdik. Ki, cəmiyyət o insanları damğalayacaq və mənfi münasibət göstərəcək. Sanki üzr istəyirəm, mən övladıma dəli kimi yanaşacaqlar və ona görə də mən o mənfi məsələlərdən övladımı qorumaqdan ötürü mən övladımın belə deyək də sona qədər gizli şəkildə saxladım. Yəni belə deyək də düşünən insanlar da var və ona görə də əslində bizim bu belə deyək məsələlər barədə danışmağımızın müsbət tərəfi olmalıdır ki, cəmiyyətdə məhz o mənfi münasibətləri neyinləyək, azaltmağa çalışaq. Yəni maksimal dərəcədə çalışaq ki, təbii ki, insanlar neyinləsinlər, həmin uşaqlara qarşı münasibətlərini dəyişdirsinlər. Əslində müsbət belə deyək yanaşma artıq hiss olunur. Əvvəlki münasibətdən demək olar ki, bir xeyli münasibət dəyişilib. Çünki artıq belə deyək də o uşaqlara artıq öz yaşıdları yardım etməyə başlayırlar və yaxud da ki, məsəl üçün də tutaq ki, artıq həmin uşaqlar evdə valideynlərinə artıq təsir göstərməyə başlayırlar. Hətta müəllimlərlə qarşılaşdıq ki, mən hansısa bir ifadə işlədəndə o uşaqlar haqqında övladım mənə etirazını bildirir ki, o elə deyil, o bizdən biridir və heç də belə deyək də ona mənfi münasibət göstərmək lazım deyil. Yəni ona görə də yanaşmanın düşünürəm ki, yavaş-yavaş dəyişilməsi üçün nələrsə belə deyək də etmək lazımdır. Günay müəllimə yazıb elə insanlar var ki, bir çox insan ona lağ etsə də, qınasa da vecimə almır. Göründüyüm qədərilə
Ona görə məncə bir maneəli, bir nömrəli ailədən asılıdır. Çünki uşaq anadan olanda bir xasiyyəti olmur. Məncə də heç nə bilmir, həmçinin iradəsi belə deyək də olmur. Belə deyək də, əslində ailə əsas vacib məsələlərdən biridir, amma şəxsiyyətin formalaşmasında son illərin belə deyək də bizə aparılan tədqiqatlarının bizə təqdim etdiyi məsələlərdən mən belə deyək, bundan əvvəlki başqa bir təlimimizdə bu barədə qeyd edirdim ki, razıyam sizinlə ailə tərbiyə məsələsi önəmlidir, amma bizi daha çox formalaşdıran təbii ki, sosial mühitdir. Bizim şəxsiyyət kimi formalaşmamıza təsir göstərən sosial mühitdir. Ailə mühiti də təbii ki, rol oynayır, amma müəyyən qədər təbii ki, sosial mühit də bizə təsir göstərir. Bəzən bizim formalaşmamıza demək olar ki, müsbət istiqamətdə və yaxud da mənfi istiqamətdə təsir göstərən də məhz budur. Və eyni zamanda ümumiyyətlə mənfi münasibətlə bağlı məqamlara toxunacağıq ki, damğalanmanın mənfi təsirləri nədən ibarətdir təbii ki. Damğalanmanın mənfi təsirləri mənə elə gəlir ki, bir çox insanlar bəlkə də belə deyək də, həyatda biz auditoriyada, dərslər zamanında və yaxud da ki, təlimlərdə olduğumuz zamanda bir çox hallarda müəllimlər özləri də qeyd edirlər ki, uşaq vaxtı məsələn mənimdə hansısa bir belə deyək, ifadə ilə damğalayırdılar və yaxud da ki, hansısa bir məsələlərlə qarşılaşmışıq. Damğalanmanın mənfi təsirləri nədən ibarətdir təbii ki, ətraf mühitdəki və sosial proseslərdəki maneələri nəzərə almamaq məsələsi, tibbi diaqnozu eyni olan hər kəsə eyni dəstəyin göstərilməsi fikrinə gətirib çıxartmaq məsələsi. Bəzi hallarda belə deyək də bu cür yanaşma olan insanlar da var. Təbii ki, şəxsin malik olduğu pozuntunun sabit və dəyişməz bir xüsusiyyət olduğunu vurğulamaq məsələsi təbii ki, özünü göstərir. Və yaxud da ki, biz ilk olaraq şəxsi və onun əlilliyini görməyə başlayırıq. Yəni, biz zahirən nə görürüksə, artıq o istiqamətdən yanaşmağa başlayırıq. Yəni, zahiri görünüşə daha çox önəm verib, yəni ilk olaraq həmin şəxsi və onun əlilliyini görürük və əlilliyini gördüyümüz andaca da onu bəzi hallarda elə zahiri görünüşünə, xarici görünüşünə görə də belə deyək də damğalaya bilirik. Və ona görə də uşaqlar üçün mənfi təsirləri eyni zamanda müəllimlər bəzən hesab edirlər ki, uşağın öyrənməklə bağlı çətinliklərini aradan qaldırmaq mümkün deyil və yaxud da ki, uşaqdan gözləntilər belə deyək də aşağı düşməyə başlayır ki, o uşaq heç nə edə bilməyəcək, onsuz da bacarmır, onsuz da imkanları məhduddur deyə yanaşma olur. Bəzən bu da gözləntiləri təbii ki, aşağı salır. Müəyyən belə deyək də alt qrupa daxil olan bütün uşaqların xüsusi resurslarla, xüsusi qaydada öyrədilməsi fikrini möhkəmləndirir. Eyni zamanda adi müəllimlərin inamını azalda bilər ki, hansı ki, onlar düşünə bilər ki, bu uşaqları öyrətmək üçün xüsusi resurslar lazımdır. Bəzi hallarda düşünürlər ki, xüsusi pedaqoqlara ehtiyac var ki, hansı ki, ilk dəfə olaraq inklüziv təhsil layihəsi məhz belə bir formada həyata keçirildi ki, hansı ki, xüsusi siniflərdən mütləq şəkildə müəllimlərə dəstək olacaq xüsusi müəllimlər ayrılırdı. Ona görə də belə düşünməyə gətirib çıxartma məsələsi ola bilər. Diqqət fərdlərə yönəldiyindən məktəbi hər kəs üçün yaxşılaşdırmaq imkanları itirilə bilir. Yəni, çünki konkret olaraq fərdi görməyə başlayırıq. Artıq düşünə bilmirik ki, əslində məktəb hər kəs üçün belə deyək də əlçatan olmalıdır. Bu imkanlar artıq itirilməyə başlayır və eyni zamanda nəticədə də əlilliyi olan uşaqlar digər uşaqlardan ayrılaraq seqreqasiyaya məruz qalmağa başlayırlar və belə deyək də ayrı seçkiliyə məruz qalırlar, diskriminasiyaya belə deyək də məruz qalmağa başlayırlar. Və bunun üçün də mən hər zaman Qandinin məşhur bir ifadəsini təbii ki, istifadə edirəm və bunu mən dərslərimdə də təbii ki, hər zaman tələbələrimə bildirirəm. Dünyada görmək istədiyim dəyişiklik birinci növbədə səndən başlamalıdır. Düşünürəm ki, hər birimiz özümüzdən başlasaq, özümüz qarşımızdakı insanlara və yaxud da ki, qarşımızdakı şagirdlərimizə, tələbələrimizə kimliyindən asılı olmayaraq fərqi yoxdur. Yəni, eyni gözlə baxsaq və yaxud da ki, o insanları fərqli gözlə görməsək, təbii ki, empatiya hissi qurmağa başlasaq, mənə elə gəlir ki, artıq
cəmiyyətdə yanaşma artıq dəyişməyə başlayar. Bir qrupda və yaxud da ki, bir sinifdə yanaşma dəyişiləcək. Bir sinif digər sinifə təsir göstərəcək. Belədə məktəbdə belə deyək də və yaxud da ki, belə deyək, təhsil müəssisəsinə və yaxud da ki, ali təhsil müəssisəsinə yanaşmalar dəyişəcək və belə artıq düşünürəm ki, get-gedə təbii ki, bu təsirlər artmağa başlayacaq. Amma ilk növbədə təbii ki, biz özümüzdən başlamalıyıq ki, belə deyək, birinci növbədə dəyişikliyi əgər etmək istəyiriksə, qarşımızdakı insanlardan daha çox birinci özümüzdən başlamalıyıq. Əslində mən bir çox hallarda istifadə etdiyim belə deyək, küləklə sovrulan kəpənəyi məhz burada da qeyd edəcəm. Mən adətən bunu diferensial təlim mövzusunda da çox vaxt istifadə edirəm ki, hansı ki, belə deyək də əslində cəmiyyətdə uşaqlarımız həqiqətən də rəngbərəng kəpənəklərə bənzəyirlər ki, hansı ki, uşaq küləklə sovrulan kəpənək kimidir. Bəziləri digərlərindən daha yüksək uçur, lakin hər biri bacardığı qədər yaxşı uçur. Onları niyə müqayisə edək ki? Hər biri fərqli, hər biri xüsusi, hər biri gözəldir. Və biz hamımız bənzərsizik. Fikir versəz, müxtəlif rənglərdə əllər birləşir. Hər kəs fərqlidir, amma hər kəs nədir? Bərabərdir təbii ki. Hər birimiz imkanlarımıza görə fərqlidir, heç birimiz eyni deyil. Ailədə olan övladlar belə fərqlidir, ailədə olan bacı-qardaşlar belə fərqlidir. Eləcə də sinifimizdə olan uşaqlar və yaxud da ki, auditoriyamızda olan uşaqlar da fərqlidir. Yəni, gəlin onlara belə deyək də, fərqli imkanlarından, hansı imkanlara malikdirsə, o imkanlarından çıxış edərəkdən, yəni yanaşaraqdan irəliyə doğru aparmağı bacaraq. Hamı eyni deyil təbii ki. Hamı eyni zamanda yüksək təfəkkürə malik ola bilməz. Bu mümkünsüz bir haldır. Yəni, bu dünyanın heç bir ölkəsində təbii ki, mümkün olan bir məsələ deyil. Ona görə də hər bir uşağın imkanları nələrdirsə, təbii ki, o imkanlardan çıxış edərəkdən irəliyə doğru getməyi bacaraq. Və eyni zamanda həmçinin bəlkə də bu şəkli bir çox yerlərdə təbii ki, görmüsünüz, bəlkə də belə deyək də bir çox yerlərdə müşahidə etmişsiniz ki, hansı ki, belə deyək də məşhur bir şəkil var və hər dəfə də sual verirəm ki, hansında həm ədalətlilik, həm bərabərlik var. Sizcə hansında həm ədalətlilik, həm bərabərlik var? Hər ikisi də var təbii ki. Birinci, ikinci yoxsa üçüncü şəkildə? Buyurun, fikirlərinizi almaq istəyərdim. Bir şəkildə, çünki bəzən böyüklər uşağın sözünü dinləmir, məsələn, deyirsən uşaqsan, fikir vermir. Elə uşaqlar da böyüyəndə iradəsi, özgüvəni zəif olur. Böyük də məncə bir insan kimi uşağı da özündən bərabər, özündən əksik olmayan bir insan kimi saymalıdır. Ona görə boyunun bərabər olduğu daha uyğundur. Yəni, niyə də onun boyu olan yerdən baxmasın ətrafa? Aha. Təşəkkür edirəm, minnətdaram. Başqa fikri olan varmı? Şəkildə kimi uşağın sözlərini, fikirlərini hamısına önəmsəsə, insanlar, böyüklər, xüsusilə valideynləri, o uşaq gələcəkdə yəni çox uğurlu olar məncə, çox şey qazanar, cəmiyyətin qınağından da qorxmaz. Bu da uğura aparan böyük yoldur. Bəli, tam doğru. Təşəkkür edirəm, minnətdaram dəyərli fikirləriniz üçün. Aha. Başqa fikri olan varmı? İkinci şəkil yazanlar var, üçüncü şəkil yazanlar var, aha. Üçüncü şəkil yazanlar var, aha. Başqa fikir olanlar varmı? Aha. Əslində bəli, razıyam sizinlə. Üçüncü şəkildə həm ədalətlilik, həm də bərabərlik gözlənilir. Nəyə görə? Çünki artıq bütün bariyerlər götürüldü. Qarşımızdakı belə deyək də heç bir bariyer yoxdur və belə deyək də birinci şəkildə bərabərlik var. Amma ədalətli deyil. Çünki boyu kiçik olan uşağımız təbii ki, heç bir belə deyək də heç bir məsələni görə bilmir. Ona görə də burada bərabərlik var. Hər birinin ayağının altında olan belə deyək də vasitə eyni ölçüdədir. Tam bərabərdir, amma ədalətlilik yoxdur. İkinci şəkildə ədalətlilik var, amma bərabərlik təbii ki. İkinci şəkildə isə həm ədalətlilik, həm də bərabərlik var. Çünki bariyerlər götürüldü artıq qarşımızdan və ona görə də ayağımızın altındakı vasitələr də götürüldü və rahat bir şəkildə üç uşağın təbii ki, üçü də nə edə bilirlər? Stadionda təbii ki, oyunu izləyə bilirlər.
Artıq ona görə də üçüncü şəklimiz həm ədalətli, həm də bərabərliyin göstəricisi olur. Bu yanaşmalı bizə Mən göstərmiş olur. əslində ona görə ikinci şəkli deyirdim ki, yəni 2 yaşından uşağa daha çox dəyər vermək ki, o da özünə dəyər versin, yəni daha çox dəyər versin ki, boyu da digərlərindən bir sırada olaraq baxsın ətrafa. Ona görə özünü dəyərli hiss etməsi üçün onu uyğun gördüm. Təşəkkür edirəm, maraqlı bir yanaşmadır. Özünüzə məxsus maraqlı bir yanaşmadır, minnətdaram. Aha. Və eyni zamanda biz dəyərlər məsələsini qeyd elədik ki, hansı ki, inklüziv təhsil əslində inklüziv dəyərlərin əsasında formalaşan bir prosesdir. Bir çox təbii ki, dəyərlərimiz var. İnklüziv dəyərlər çox dəyərsiz dərəcədə. Müdriklük var, rəhim var, inam var, cəsarət var, bərabərlik var, təbii ki, prosesin iştirakçısı olmaq məsələsi var, fərdiliyə hörmət məsələsi var, təbii ki, icmaya adaptasiya olmaq, uyğunlaşmaq məsələsi, dayanıqlıq göstərmək təbii ki, və eyni zamanda qeyri-zorakılıq, təbii ki, zorakılığın olmaması, ayrı-seçkiliyin olmaması məsələsidir ki, bu da özünü göstərir. Eyni zamanda dürüstlük məsələsi var, sevinç var, sevgi var, gözəllik var, ümid var. Təbii ki, o insanların da bir ümid yeri var. Və eyni zamanda da ən vacib məsələ təbii ki, hüquqlar məsələsi var ki, bunlar hər biri inklüziv təhsilin dəyərlərini təşkil edir. Hansı sizə görə daha vacibdir sizcə? Sizə görə hansı daha vacibdir bu dəyərlərdən? Aynen lazım. Şəraiti də yaratmaq lazımdır ki, heç kim özünü hiss etməsin. Aha, doğru. Aha, inam yazdılar. Sonra başqa. Bu təhsil üçün deməli ən çox hansı vacibdir? İnklüziv dəyərlər baxımından, təbii ki, inklüziv təhsil baxımından sizə görə hansını daha vacib hesab edirsiniz? Sizcə hansı daha önəmlidir? O olsa, düşünürsünüz ki, digərləri də belə deyək də onun ətrafında birləşə bilər. Sizin öz yanaşmalarınızı istəyirəm. Təbii ki, bu metodika baxımından olan bir yanaşmalardır, amma Cəsarət olsa daha önəmli olar. cəsarət olsa daha önəmli olar. Yəni Aha. risk almağı bacarsa, inam falan hamısı ondan sonra Ədalət olsa. gələcək. Aha, təşəkkür edirəm, maraqlıdır. Aha. Başqa fikri olan varmı? Hamısı dəyərlidir, amma hüquqlar məncə ədalətlilik. Hüquqlar. Belə deyək də, onlara daha çox imkanlar yaratması baxımından yəqin ki, nəzərdə tutursunuz. Yəni bütün insanlar ədalətli olsa, hüquqla davransa, məncə cəmiyyətdə qınaq da olmaz, kiminsə özgüvəninə pis təsir etmək də olmaz. Hamı öz yolunu tapar, daha yaxşı uğurlar qazanar. Təşəkkür edirəm. Başqa fikir olan varmı? Müəllimə əlini qaldırmışdı, amma adınız yoxdur deyə üzrlü sayın. Səsinizi açın, buyurun, narahat olun. Fikirlərinizi söyləyin, bizim üçün dəyərli fikirləriniz. Səsiniz bağlıdır. Aha. Mən Əfruzə müəllimə, xüsusi pedaqoqam. Elə gəlir ki, birinci sevgi olmalıdır. Bu uşaqlarla arada sevgi münasibəti yaratmaq lazımdır ki, sonra iştirakçılığı qurmaq olsun. Və bunun sevgi əgər biz qazanarıqsa bu uşaqlar arasında, məncə sonra uğurlarımız daha yaxşı olar. Nəticə ala bilərik bu uşaqlarda. Rəhim hissi olmalıdır, mərhəmətlik hissi olmalıdır, vicdanla çalışmaq lazımdır bu uşaqlarla. Belə olduğu zaman məncə çox gözəl nəticə almış oluruq biz bu uşaqlarda. Mən buna inanıram və belə şagirdlərimin arasında mən sevgi verib və onlardan sevgi almışam və böyük uğurlar qazanmışıq biz bu yolda. Nə gözəl. Və bərabər çalışmaq valideyn, müəllim və şagird arasında fərqlilik qoymamalıyıq bu uşaqlarla digər uşaqlar arasında. Normal bir uşaqla müqayisə etməməliyik. Onlara da bəli cəmiyyətimizdə normal uşaq kimi baxmalıyıq və cəmiyyətə atmalıyıq o uşaqları. Belə olduğu zaman məncə çox böyük nəticə alırıq. Doğru. Mənə elə gəlir
ki, insan psixologiyası müqayisəni heç qəbul etmir. Bizi də belə kimlənsə müqayisə etsələr, bizə də xoş gəlməz, düzdürmü? Yəni mən elə ki, düşünürəm ki, uşaqları da heç kəslə müqayisə etmək lazım deyil. Çünki hər kəsin imkanları belə deyək də özünə görədir. Adətən tələbələr də, şagirdlər də deyir, xalqın uşağı məsələsi eşidəndə əsəbləşirlər ki, o xalqın uşağı kimdir, tapa bilmirik. Yəni həqiqətən də o müqayisələr düşünürəm ki, olmamalıdır. Hər kəsin bayaq da qeyd elədiyim kimi imkanlarından çıxış eləyərəkdən irəliyə doğru aparmaq məsələsi mənə elə gəlir ki, ən doğrusu olar. Bəlkə də o insanın daxilində elə bir istedadı var ki, sadəcə onu görmək lazımdır. Yəni görüb inanmaq lazımdır və onun o qabiliyyətinə inanaraqdan da irəliyə doğru getmək lazımdır. Bəlkə də o zaman biz daha çox uğur qazanmış olacağıq. Daha çox o uşaqların sevgisini qazanmış olacağıq. Nəinki onu kimlərlənsə müqayisə etmək baxımından. Tam razıyam sizinlə. Təşəkkür edirəm, sizə uğurlar diləyirəm. Bu belə deyək də çətin və şərəfli yolda. Rəhlə müəllimə yazıb düşünürəm ki, fərqliliyə hörmət maraqlıdır. Kəmalə müəllimə yazıb rəhm hörmət olmalıdır. Leyla müəllimə hüquqlar yazıb. Ləman müəllimə inam və cəsarət. Dilarə müəllimə rəhm yazıb. Kəmalə müəllimə bərabərlik yazıb. Sevinç müəllimə ədalət yazıb. Mərzə müəllimə yazıb ki, hamısı olsa daha yaxşı olardı əslində. Razıyam sizinlə. Ona görə də inklüziv dəyərlər bir gövdənin belə deyək də içərisindən gələn və bütün görürsüz hamısını özündə birləşdirən bir belə deyək də gül formasında təqdim olunur bizə. Əslində bəli, hər birinin özünə məxsus yeri var. Təbii ki, müdriklik də olmalıdır, rəhim də olmalıdır. Təbii ki, inam da, cəsarət də olmalıdır, bərabərlik də olmalıdır. Hüquqları da təbii ki, təmin etməyi bacarmalıyıq, dürüstlük də olmalıdır, sevgi də olmalıdır. Hər zaman deyirik ki, hər şeyin fikrində sevgi olmalıdır. Sevgi yoxdursa təbii ki, orada heç nə də olmayacaq. Sevinc olmalıdır, gözəllik olmalıdır, ümid olmalıdır, ümidimizi itirməməliyik təbii ki. İcmaya təbii ki, uyğunlaşmaq olmalıdır, fərqliliyə hörmət olmalıdır, dayanıqlılıq, amma qeyri-zorakılıq, zorakılıq etməməliyik təbii ki, ayrı-seçkilik təbii ki, qoymamalıyıq. Düşünürəm ki, bunların hər biri, bəli, tam razıyam müəllimə ki, hər biri bizim üçün çox vacibdir. İnklüziv dəyərlərin formalaşdırılması bizdən nələri tələb edir? Bütün şagirdlərdən gözləntilərin yüksək tutulması. Eyni zamanda məktəbin rəhbərliyi, işçi heyəti, şagird və valideynlərin, həmçinin də hər zaman da valideynlər olmaya bilir, qəyyumların inklüziv təhsilin əhəmiyyəti barədə ortaq fikrə sahib olması, bütün şagirdlərə bərabər səviyyədə dəyərlərin verilməsi, məktəbin işçi heyəti və şagirdlərin bir-birinə həm müstəqil fərdlər, həm də ki, müəyyən vəzifənin daşıyıcıları kimi yanaşmağı tələb edir. Eyni zamanda məktəbin işçi heyətini məktəbdə öyrənməyə və məktəb həyatının bütün aspektlərində inkişafına mane olan əngəlləri aradan qaldırmağa təbii ki, çalışması məsələsi və məktəbin ayrı seçkiliyin bütün formalarını minimuma indirməyə səy göstərməsi məsələsi bizim üçün təbii ki, nədir? Çox vacibdir. Və eyni zamanda dəyərlərdən danışırıqsa, digər vacib bir məsələ bizim üçün çox önəmlidir ki, sözlərin təsiri məsələsi. Biz bayaq mənfi təsirdən danışdıq, mənfi münasibətdən, damğalanmadan danışdıq təbii ki. Əslində bizim üçün ən vacib məsələlərdən biri bəzən də sözlərdir ki, bizə o qədər mənfi təsir göstərir ki, bir söz belə qəlbimizə toxuna bilir, bizi incidə bilir. Ona görə də inklüziv təhsildə bizdən tələb olunan məsələlərdən biri də empatiya qrupu, o dəyərlərdən çıxış edərəkdən nələrdən istifadə edə bilərik və nələrdən istifadə edə bilmərik. Hansı ki, bir çox hallarda çox təəssüf olsun ki, qarşılaşırıq. Qüsurlu, xəstə, üzr istəyirəm, şikəst, invalid, məhdudiyyətli, nə bilim, anormal, çolaq və s. Dönə-dönə üzr istəyirəm, bu kimi ifadələr istifadə olunur. Əslində, belə də düşünürəm ki, bir qədər anlayışla, empatiya qursaq, anlayışla o insanlara qarşı yanaşsaq, bu ifadələri istifadə etməyib, konvensiyanın bizə təqdim etdiyi əlilliyi olan şəxs, təbii ki, əlilliyi olan şəxs ifadəsi də o qədər də bəzi hallarda razılaşılmır bu ifadə ilə də, amma hələ ki, bunu da yəni əvəz edəcək ifadə axtarırlar ki, elə bir ifadə ilə əvəz edək ki, o insanları incitməyək. Normal və yaxud da ki, sağlam insan belə deyək ifadəsi də bəzi hallarda qəbul olunmur. Əlilliyi olmayan şəxs kimi
belə deyək də qəbul edirlər. Əqli məhdudiyyəti, əqli qüsurlu, əqli geriliyi olan ifadəsinin əvəzinə əqli koqnitiv və yaxud da ki, intellektual əlilliyi olan şəxs istifadəsini məsləhət görürlər. Öyrənmə əngəlli yox, öyrənmədə çətinliyi olan şəxs ifadəsini daha çox məsləhət görürlər. Üzr istəyirəm, kor, görmə, qüsurlu ifadəsi əvəzinə görmə əlilliyi olan şəxs və yaxud da ki, karlal, eşitmə qüsuru əvəzinə eşitmə əlilliyi olan şəxs, autist əvəzinə autizmli şəxs və yaxud da ki, Down əvəzinə Down sindromlu şəxs deməyi daha çox təbii ki, bizə məsləhət görürlər ki, bu ifadələr bir qədər daha yumşaq bir formadır və bu ifadələrdən istifadə etsək, yəni təbii ki, belə deyək də bu BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyaya əsasən təbii ki, bizə təqdim olunur ki, hansı ifadələrdən istifadə etmək olar, hansı ifadələrdən istifadə olmaz, təbii ki, istifadə etmək olmaz. Çünki biz onları təbii ki, yenə də damğalamış oluruq, yenə də onlara mənfi münasibət göstərilmiş oluruq və bu da onların həyatda belə deyək, ayrı seçkiliyə, diskriminasiyaya məruz qalmasına gətirib çıxardır və təhsil imkanlarından təcrid olunmasına gətirib çıxardır. Ona görə də mütləq şəkildə istifadə edən zaman, yəni sözlərdən istifadə edən zaman, o insanlarla ünsiyyət quran zaman, o şagirdlərlə ünsiyyətdə olduğumuz zaman o uşaqlara qarşı mənfi münasibətin dəyişməsinə və stereotiplərə qarşı mübarizə aparmaq məsələsində gəlin hər birimiz belə deyək də iştirak edək. Və eyni zamanda inklüziv təhsildə tibbi model var və sosial model var. Bu modellər bir-birlərindən təbii ki, fərqlənirlər. Əslində bu modellər də bizdə müəyyən qədər o uşaqlara qarşı baxışı təbii ki, dəyişdirir. Məsələn, ona görə də mən bu modelləri belə deyək də burada əks etdirmək istədim, sizinlə belə deyək də müzakirə etmək istədim. Tibbi model təbii ki, uşağı problem kimi görür ki, uşağın əlilliyi var, uşaq məktəbə daxil ola bilməz heç vaxtı, uşaq kurikuluma əməl eləyə bilmir, uşaq çox xüsusi müəllim lazımdır, uşaq digərləri tərəfindən qəbul edilmir, uşaq çox xüsusi avadanlıqlar tələb olunur, uşaq cavab vermir, öyrənə bilmir. Ümumiyyətlə mənfi istiqamətdə fikir verirsiniz, uşağın özünü belə problem kimi görməyə çalışırlar. Amma bir də var sosial təbii ki, modelimiz, sosial yanaşma var. Sosial yanaşma biraz fərqli yanaşır məsələyə. Təhsil sistemini problem kimi görür ki, ya kurikulumların sərt olması, uşaqların imkanlarına uyğun olmaması və yaxud da ki, məsəl üçün tutaq ki, müəllimlərin inklüziv təhsili doğru düzgün şəkildə başa düşməmələrində görə bilir problemləri, valideynlərin prosesə cəlb olunmamasında görə bilir problemləri və yaxud da ki, məsəl üçün tutaq ki, müəllimlərə və məktəblərə dəstək göstərilməməsində problemi görə bilir və yaxud da ki, məsəl üçün tutaq ki, tədris üçün yardımçı vasitələrin və avadanlıqların olmamasında problemləri görə bilir. Eyni zamanda məktəblərə fiziki girişin mümkün olmamasını, hansı ki, bu da bizim üçün böyük bir problemdir. Fiziki cəhətdən əlilliyi olan uşaqların məktəbə daxil olması təbii ki, bir qədər çətinlikləri var və bunu da belə deyək də artıq bir problem kimi görməyə başlayır. Fikir verirsiniz, uşağı artıq problem kimi görmədi. Tibbi model uşağa xəstə yanaşmasında yanaşılır və ancaq uşağı belə deyək də problem kimi görməyə çalışırsa, sosial yanaşma bu yanaşmaların tamamilə tibbi modelin əksinə gedərək təhsil sistemini bir problem kimi görməyə başlayır. Cəmiyyətdə o problemi axtarıb tapmağa çalışır ki, əslində uşaq problem deyil. Ətrafımızda olan məsələlərdə problem axtarmaq məsələsinə köklənir. Ona görə də mən bu belə deyək də modelləri sizinlə bölüşmək istədim inklüziv təhsil baxımından. Ümumiyyətlə, inklüziv təhsilin əsasında demək olar ki, əsas hansı ideologiya durur? İki vacib məqamımız var burada. Bütün insanlara eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaq məsələsi və bir də xüsusi ehtiyacları olan, yəni xüsusən də təlim ehtiyacları olan uşaqlar üçün təhsil müəssisələrində şərait yaratmaq məsələsi. Bu iki məqam inklüziv təhsilin demək olar ki, əsasında duran ən vacib ideologiyadır ki, o uşaqların da digər uşaqlarla bərabər təhsil almaq haqqı var. Ona görə də ümumi təhsil məktəblərində onlar üçün şərait yaradılmalıdır və onlar üçün o mənfi münasibət götürülməli və onlar ayrı seçkiliyə məruz qalmamalı. Və inklüziv təhsilin əslində üstünlükləri nələrdir? Üstünlükləri təbii ki, ədalətlilik və bərabərliyi təmin edir.
ailə və sosial iştirakçılığa verdiyi dəyər məsələsi çox vacib və önəmlidir. Şagirdlərin özünə inamını bayaqlarda müəllimlər də qeyd elədilər ki, uşaqların özünə inamının artırılmasını nəticəsinə gətirib çıxardır. Və ən vacib məsələ sosial iştirakçılıqla bağlı ünsiyyət bacarıqları, adaptasiya olmaq kimi bacarıqları, sosial bacarıqların formalaşmasına, şagird yoldaşları ilə əməkdaşlıq etmək, cəmiyyətə uyğunlaşmaq kimi təbii ki, bacarıqları da uşaqlarda nümayiş olur, formalaşdırmış olur təbii ki. İnklusiv təhsilin təbii ki, dünyada məşhur olan prinsipləri var ki, hansı ki, insan dəyəri onun qabiliyyət və nailiyyətindən asılı deyildir. Yəni, baxın, biz adətən bayaqları bir ifadə işlətdik ki, zahiri görünüşə görə görürlük və əlillik damğasını belə deyək də o uşaqlara göstərmiş oluruq. Fərq yoxdur, yəni belə deyək də yaşından asılı olmayaraq elə bir insanlarla qarşılaşdığımız zaman zahiri görünüşə diqqət yetiririk və avtomatik olaraq damğalanırıq. Amma əslində baxsaq, biz heç bir belə deyək də cəmiyyətdə olan uşaqlara insanın dəyəri onun qabiliyyət və nailiyyətindən asılı olan bir məsələ deyil. Ola bilər ki, o insanın belə deyək də çox yaxşı yaddaşı olmaya bilər və yaxud da ki, ola bilər ki, onun riyazi təfəkkürü yüksək olmaya bilər. Amma bu demək deyil ki, o dəyərsizdir. Təbii ki, biz baxışımızı dəyişdirməliyik ki, yəni insanların dəyəri onların qabiliyyətindən və yaxud da ki, nailiyyətindən asılı deyil, yüksək göstəriciləri ola bilər, amma belə deyək də bu onun dəyərli olmağını deməkdir. Yəni ona görə də və yaxud da ki, zəif şagird, oxuyan şagird isə göstəriciləri zəifdirsə, onda biz ona mənfi münasibətini göstərməliyik. Təbii ki, və eyni zamanda hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Hər bir kəs ünsiyyət hüququna malikdir ki, o dinlənilməlidir. Yəni onun da haqqıdır ki, ətrafdakı insanlar, şagird yoldaşları, müəllimləri onları da dinləsin. Bütün insanlar bir-birinə təbii ki, lazımdır. Çox gözəl düşünürəm ki, bir prinsipdir ki, həqiqətən də bütün insanlar bir-birinə lazımdır. Bir-birinə dəstək olmaq, bir-birinə bir-birinə əməkdaşlıq etmək, bir-birinə yaxşı istiqamətdə təbii ki, belə deyək də dayaq olmaq baxımından. Və eyni zamanda həqiqi təhsil yalnız real münasibətlər kontekstində təbii ki, mövcud ola bilər. Məsələ inklüziv təhsildə o uşaqların icma əsaslı məktəblərə cəlb olunmasının da səbəbi təbii ki, budur. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından təbii ki, asılıdır və eyni zamanda bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu vacibdir. Yəni, bunlar üçün böyük bir dəstəkdir, düşünürəm. Yəni, şagirdlər adətən öz dostlarından o dəstəyi alanda, o xoş münasibəti alanda daha da özgüvənləri artmış olur və insanların müxtəlifliyi həyatın bütün sahələrini demək olar ki, neyləmiş olur, belə deyək, inkişaf etdirmiş olur. Çünki belə deyək də hamı eyni deyil, hər kəsin bir sahədə təbii ki, istedadı var və ona görə də hər birimiz bir sahədə istedadlı olmaqla artıq demək olar ki, həyatın bütün sahələrini inkişaf etdirmiş oluruq. Aha. Və eyni zamanda mən sizinlə bir məsələni də bölüşəcəm ki, universal öyrənmə dizaynı deyə bir belə deyək də yanaşmanı sizinlə bölüşəcəm. Bilmirəm, bununla bağlı məlumatınız var yoxsa yox. Şəkildə gördüyünüz isə universal öyrənmə dizaynının konfransının loqosudur. Fikir verirsinizsə ki, müxtəlif belə deyək də əlləri müşahidə edirsiniz orada və 3 əl belə deyək də birləşib təbii ki. Aha. Yormuram ki sizi. Xeyr, təbii ki, Məhəmməd, çox xoşdur. Xanım, xoşdur, buyurun. Lap yaxşı. Universal öyrənmə dizaynının məqsədi nədən ibarətdir? Universal öyrənmə dizaynı öyrənmənin bütün şagirdlər üçün əlçatan olmasını təmin edir. Şagirdlərin öyrənmə prosesində özlərini səriştəli, təhlükəsiz deyəndə fiziki cəhətdən tək təhlükəsizlikdən söhbət getmir. Mənəvi cəhətdən təbii ki, təhlükəsizlikdən də söhbət gedir. Lağı obyektinə çevrilmədən, gülüş obyektinə çevrilmədən, ələ salınmadan, səhv etsəm də belə mənə dəstək ola biləcək
yoldaşlarım və yaxud da ki, müəllimlərim var deyə bu təhlükəsizlikdən də təbii ki, söhbət gedir. Eyni zamanda fiziki təhlükəsizlik də təbii ki, var və uğurlu hiss etməsinə imkan yaradır. Eyni zamanda bütün şagirdlərin özlərini xoş və dəyərli hiss etdikləri öyrənmə mühitinin yaradılması və saxlanılması, tək yaradılması deyil, eyni zamanda da bunun saxlanılması baxımından da bizim üçün çox faydalıdır. Məhz universal öyrənmə dizaynının məqsədi, hədəfi məhz bundan ibarətdir. Və eyni zamanda düşünəcəksiniz ki, mən niyə məhz 3L belə deyək məsələsini orada qeyd elədim. Universal öyrənmə dizaynının 3 tərkib hissəsi var təbii ki. Cəlb etmə məqamında, yəni birinci tərkib hissəmiz təbii ki, cəlb etmədir. Mütləq şəkildə uşaqların maraq dairələrini nəzərə alıb prosesi cəlb etməyi bacarmalıyıq. Nə üçün öyrənirik? Yəni, adətən çox vaxtı şagirdlərin verdiyi, bu mənə nə üçün lazımdır? Mən onu niyə öyrənməliyəm? Biz təbii ki, cəlb etmə prosesini şagirdlərimizin maraq dairəsinə uyğun olaraq elə istiqamətdə qurmalıyıq ki, artıq onlar o nə üçün öyrənirik məsələsini cavab axtarıb tapa bilmək istiqamətdə təbii ki, köklənsinlər. Təqdimat etmək məsələsi təbii ki, nə öyrənirik? Öyrəndiklərimizi artıq nə edirik? Təbii ki, şagirdlərimizin öyrənəcəyi məsələləri onlara təqdimat edirik və eyni zamanda həmçinin də artıq onları prosesə cəlb edirik. Fəaliyyətlər zamanı isə necə öyrənirik sualına artıq nə etmiş oluruq? Təbii ki, cavab tapmış oluruq. Ona görə də universal öyrənmə dizaynı məhz bu 3 tərkib hissədən ibarətdir və loqosunda da təbii ki, bunu bizə təqdim etmiş olurlar. Universal öyrənmə dizaynının əsas prinsiplərini məhz belə bir formada da UNICEF-in belə deyək hazırladığı bir maraqlı bir təqdimatdır. Çox düşünürəm ki, hər bir müəllim üçün faydalı ola biləcək bir təqdimatdır. Nəyi öyrənmək məsələsində xüsusilə nələrə diqqət yetirməliyik? Təbii ki, səmərəli öyrənmək üçün şagirdlərə dərsin məzmununu müxtəlif çoxsaylı yollarla təqdim etmək məsələsi ola bilər. Hər bir şagirdin dərsin məzmununu dərk etdiyindən əmin olmalıyıq. Hər bir şagirdin dərsin məzmununu başa düşdüyündən təbii ki, əmin olmalıyıq və eyni zamanda hansısa bir belə deyək də ifadələr varsa, hansısa bir terminlər, hansısa bir simvollar varsa, onları fərqli yollarla izah edib göstərməyə çalışmaq məsələsini nə etməliyik? Təbii ki, təmin etməyi bacarmalıyıq. Eyni zamanda hərəkət və yaxud da ki, özünü ifadənin çoxsaylı vasitələrindən söhbət gedir ki, hansı ki, necə öyrənmək məsələsidir ki, fiziki fəaliyyətlər üçün imkanlar yaranır, özünü ifadə və kommunikasiya üçün seçim azadlığı vermək məsələsi olur və artıq belə deyək də müəyyən icra funksiyalarının yerinə yetirilməsi üçün real imkanlar yaranmış olur və şagirdlərə bildiklərini nümayiş etdirmələri üçün, özlərini ifadə etmələri üçün artıq biz nə etmiş oluruq? Onlara seçim imkanları vermiş oluruq və üçüncü, dərsə cəlb olunmanın çoxsaylı vasitələrindən söhbət gedirsə, niyə öyrənmək məsələsi? Təbii ki, şagirdlərin belə deyək, öyrənmə prosesinə, yəni səy göstərmək, cəhd etmək üçün imkanların yaradılması, öyrənməni real həyatla hətta əlaqələndirmək. Adətən deyirlər ki, real həyatla əlaqələndirildiyi zaman daha çox şagirdlərimizi prosesə cəlb edə bilir və eyni zamanda davamlı olaraq da şagirdlərimizdə dərsə qarşı və yaxud da ki, mövzuya qarşı maraq oyatmış oluruq və şagirdləri özlərini idarə etmək üçün imkanların yaradılması məsələsi təbii ki. Ümumiyyətlə, universal öyrənmə dizaynının bizə çatdırdığı mesajlar nələrdir? Hər bir uşaq fərqlidir. Fiziki baxımdan, sosial baxımdan, intellektual cəhətdən fərqlidir. Təbii ki, hər bir uşaq fərqli öyrənir. Təbii ki, bilirsiniz ki, məşhur nəzəriyyəmiz var ki, Howard Gardnerin nəzəriyyəsidir. Çox növlü intellekt nəzəriyyəsi də deyirlər, düşünmə tərzi nəzəriyyəsi də üzr istəyirəm. Müxtəlif belə deyək də intellekt növləri ilə bağlı düşünmə tərzləri ilə biz qarşılaşırıq orada. Müxtəlif belə deyək də adlarla təbii ki, tərcümə edirlər və biz orada 8 dərk etmə və yaxud da ki, 8 intellekt növü ilə tanış oluruq və eyni zamanda da dünyada məşhur VAKO var ki, hansı ki, 4 yolla öyrənmə tərzi məsələsi ki, vizual yolla öyrənənlər, audial yolla öyrənənlər, eyni zamanda kinestetik yolla öyrənənlər və oxuyub yazaraq öyrənənlər. Amma Gardner isə bunu bir qədər də daha geniş və daha əhatəli şəkildə verir bizə. Şəxsiyyətlər arası, şəxsiyyət yönümlü və yaxud da ki, məntiqi riyazi, musiqi ritim və s. yəni
naturalistik təbiət bir qədər də daha da genişləndirmiş olur. Mahiyyələri və ümumiyyətlə aydınlaşdırın və fərqliliklərdən istifadə edərək öyrənməni təkmilləşdirmək imkanı yaradır bizə universal öyrənmə dizaynı və universal öyrənmə dizaynının prinsiplərindən istifadə etməklə bütün uşaqların öyrənməsinə nail ola bilməyi təbii ki, bizim diqqətimizə minləmiş olur, çatdırmış olur təbii ki. Və ümumiyyətlə inklüziv təhsildə nələrə diqqət yetirməliyik? Diqqət yetirməliyik ümumiyyətlə biz şagirdlərimizin imkanlarına ki, hansı ki korporativ yolla öyrənmələrini təmin etməliyik. Eyni zamanda biz müxtəlif qiymətləndirmə üsullarından istifadə etməliyik. Eyni zamanda adaptasiya edilmiş dərs və tapşırıqlarda xüsusi diqqətli olmalıyıq. Şagirdlərimizin imkanlarını nəzərə almalıyıq və müəllimlərin peşəkar inkişafı bizim üçün vacibdir. Çünki bu prosesi həyata keçirmək üçün birinci növbədə müəllimlərimizin öz üzərində çalışması çox vacibdir ki, yəni bu da təbii ki, bizim peşəkar olaraq inkişafımızı təmin edir və o peşəkar inkişafımız bizə siniflərimizdə, auditoriyalarımızda bu məsələləri reallaşdırmaq baxımından təbii ki, geniş imkanlar yaradır və ona görə də müəllimlərin peşəkar inkişafına da xüsusi olaraq diqqət yetirməliyik. İnklüziv təhsil olan məktəblərdə nələr baş verir? İnklüziv təhsilin olduğu məktəblərdə hər kəsin fərqli olması faktı qəbul edilir. Öyrənməni dəstəkləyən amillər mövcuddur və eyni zamanda həmçinin onlardan düzgün istifadə olunmaq məsələsi var. Fərqli öyrənmə təcrübələri hər bir şagird üzərində tətbiq olunur. Yenilikçi və yaradıcı, kreativ bir mühit var. Fərdi yanaşma təbii ki, prinsipləri mövcuddur. Hər kəs üçün təhlükəsiz mühit var. Bayaq qeyd edədiyimiz kimi həm fiziki cəhətdən təhlükəsizlik, həm mənəvi cəhətdən təhlükəsizlikdən söhbət gedir. Məktəb icmasında bütün üzvlərin iştirakına hörmət edən və hər kəsə dəyər verən bir mühitdən təbii ki, söhbət gedir və siniflər hər bir şagirdin ehtiyaclarını qarşılayacaq şəkildə tərtib edilir. Əslində, bax, bunların olması təbii ki, inklüziv təhsil mühitinin yaradılmasına təbii ki, gətirib çıxartan bir məsələdir. Bayaqlar belə deyək, bir yanaşma bölüşülmüşdü ki, belə deyək də, o ehtiyacların ödənilməsi məsələsi bəli, tam razıyam sizinlə. Təbii ki, o şagirdlərin, o uşaqların belə deyək də, ehtiyaclarını ödəyəcək məktəbin və yaxud da ki, sinif mühitinin olması bizim üçün çox vacibdir. İnklüzivliyin ən vacib faydaları nələrdir? Bütün uşaqlar öz icmalarının bir hissəsi ola bilirlər və aid olma hissi onlarda formalaşır. Yəni, bunu inkişaf etdirirlər. Öyrənmək üçün daha səmərəli imkanlar yaradır təbii ki. Müxtəlif qabiliyyətlərə malik olan şagirdlər, digər şagirdlərlə eyni sinifdə öyrəndikdə daha çox motivasiya olmuş olurlar. Bu da bizə diferensial imkanları yaradır, diferensiasiyanı yaratmış olur ki, hansı ki, diferensiasiyanın belə ən üstün cəhətlərindən biri digər uşaqlarla bərabər əlilliyi, yəni yüksək potensiallı uşaqlarla bərabər əlilliyi olan uşaqların da o prosesə cəlb olunması məsələsidir ki, hansı ki, eyni zamanda uğurlu inklüzivlik fərdin güclü tərəflərinin və potensialını inkişaf etdirməyə təbii ki, imkan verir və valideynlərin məktəbə cəlb olunmasına, övladlarının təhsili üçün müəllimlərlə əməkdaşlıq etməyə təbii ki, sövq edir, təşviq edir. Yəni, bu düşünürəm ki, bizim üçün ən vacib məsələlərdən biridir. Hava-yerə demirlər ki, mütləq şəkildə müəllim, şagird və valideyn arasında mütləq əməkdaşlıq olmalıdır ki, uşaqların uğurları əldə olunsun, uşaqların inkişafı təmin edilsin. Yəni, bu baxımdan valideynin də təbii ki, o prosesə cəlb edilməsi bizim üçün çox vacib məsələlərdən biridir. Və eyni zamanda həmçinin bura qədər yormadım ki, sizi müəllimlər. Xeyr, buyurun. Çox maraqlı, dəyərli məsləhətləriniz var, dəyərli fikirləriniz var. Xoşdur. Təşəkkür edirəm, minnətdaram. Başqa belə deyək də, sualı falan olan varmı? Yəni, sizə qaranlıq qalan hansısa bir məqamda suallarınız yaranırsa, mütləq şəkildə verin. Yəni, mən belə deyim, mənim üçün də xoş olar ki, hansısa bir məqamı sizinlə müzakirə edim. Əslində, mən son olaraq yekunlaşdırmaq istəyirəm təbii ki, empatiya ilə biz anlayırıq, tolerantlıqla qəbul edirik və bütün bunlar inklüziv məktəbin nəyidir? Təbii ki, təməlidir. Əslində, mənim bir neçə təbii ki, videolarım var idi, onları sizinlə paylaşmaq istəyirdim, amma səslə bağlı nəsə problem olduğu üçün bilmirəm, yəni baxan zaman bəlkə də belə deyək də, onlardan bəzilərini tanıyırsınız,
Çünki onlardan bəziləri artıq dünyaca məşhurdur inklüziv təhsil baxımından. Baxın görüm səs baxımından problemimiz olmasa onları sizinlə bölüşmək istəyərdim. Düşünürəm ki, çox maraqlı olardı. Bu temadır. Fikir verirsinizsə ki, əlilliyi olan belə deyək də bir şagirddir və hər kəs belə deyək də ilk öncə ona yox deyir, daha sonra isə müəllimi ona hə deməyə başlayır və tema yavaş-yavaş uğurlarını qazanmağa başlayır. Səs eşidilməsə də belə düşünürəm ki, videodan mənə elə gəlir ki, onun necə uğurlu bir yol keçdiyini və sinifin və eyni zamanda da müəllimlərin, məktəbin ona necə dəstək olduğunu düşünürəm ki, şahidi olmuş olaraq. Tanış olduğumuz temaydı. Özü haqqında 9 yaşı var təbii ki, prezidentdən videoda və fikir verdiksə əgər bir məktəbin müəllimi və sinif yoldaşlarının ona hə deməsi və uğurlu bir belə nəticəyə gətirib çıxartdı. Sizdə hansı təəssüratı yaratdı baxdığınız video? Bir sual vermək istəyirəm. Necə yəni deyirdilər ki, o qıza? Necə? Necə yəni yox deyirsiniz o qıza? Belə deyək, fərqli imkanlara malik olduğunu Günay müəllimə qəbul eləmək istəmirdilər. Hər aparılırdısa valideyni tərəfindən hamı deyirdi ki, alınmayacaq, bacarmayacaq. Görürsüz ki, imkanları belə deyək də məhduddur və hara gedirlərsə, hara müraciət edirlərsə, hamı yox deyir. Amma məsələn, bir müəllimin hə deməsi belə deyək də o şagirdin uğur qazanmasına gətirib çıxardır. Ona görə də deyir ki, mənim kimi minlərlə belə fərqli imkanlara malik olan, amma fərqli hiss etməyən, yəni mən də yəni sizin kimi insanam deyə müraciət edir ki, bizə hə deyərsinizmi? Yəni bizim kimi uşaqlara hə deyərsinizmi ki, biz yəni bu uğurları qazana bilək deyə.
Hə, şagirdlər elə bildim yox deyir və Yox, ya yox, hə yox. deyir. Ona görə Sağlamda dedim olan nə insanlar, barədə böyüklər yox deyirlər. Məsələn, müəllimlər, məsələn, hara müraciət edirlərsə, onlar hamısı yox deyir ki, yəni imkanları fərqlidir, bunda alınmayacaq təbii ki. Amma belə deyək də, bir müəllimin hə deməsi və artıq belə deyək də, o uşağın cəmiyyətə adaptasiya olmasına gətirib çıxarır. İstəsəz bunların linklərini sizinlə paylaşaram, izləyərsiniz və yaxud da ki, videolarını paylaşaram. Siz özünüz izləyərsiniz və ehtiyac olarsa, mənim Instagram səhifəm var, belə deyək də, paylaşarıq qrupda. Yəni, kimsə istəsə fikirlərini bölüşər məndən və yaxud da ki, nə zaman istəsəz, belə deyək də, müzakirə edə bilərik. Əgər kiminsə deyək də belə bir istəyi olarsa, mən böyük məmnuniyyətlə edərəm. Əslində belənçinə mən minlərlə sizə bəlkə də videolar təqdim edə bilərəm. Sarahın videosunu təqdim edə bilərəm. Sarahı görsəz, Sarah belə deyək də, hətta Timadan da belə deyək, ağır bir formadadır. Mən indi belə deyək, onu təqdim edəcəm sizə ki, o daha belə deyək, ağır bir formadadır və amma buna baxmayaraq çox həyat dolu, çox gözəl həyat eşqi olan yəni təbii ki, və düşünsəz ki, indi tanış olsaz, Sarahın 21 yaşı var və o ibtidai belə deyək də 21 yaşında ibtidai sinifdə təbii ki, təhsil alır. Görünürmü video? xeyir yüklənir hələ ki. Aha, Göründü indi. aha.
Bu da belə deyək də Sarahın hekayəsi idi. 21 yaşında sinifdə təhsil olan bir belə deyək də əlilliyi olan şagirddən təbii ki söhbət gedir və fikir verdirsə necə özgüvənli bir şəkildə təbii ki hətta anasına təşəkkür edir ki, anama minnətdaram, onu belə deyək də cəmiyyətə qazandırdığı üçün. Yəni əslində bəli, və də qeyd etdiyimiz kimi ailənin və məktəbin dəstəyi sayəsində təbii ki biz o uşaqları rahat bir şəkildə cəmiyyətə qazandıra bilər. Səsiniz zəif gəlir. Necə? İndi düzəldi. Bayaq çox zəif gəlirdi səsiniz. Ola bilər, yəqin asta səslə danışıram ona görə. Aha. Əslində belə deyək də həqiqətən də biz videodan da gördüyümüz kimi ailənin və məktəbin dəstəyi sayəsində görürsünüz necə özgüvənli bir şəkildə və hətta deyək ki, mən sinif nümayəndəsiyəm və onlar mənə belə deyək də hörmət etməlidirlər. Yəni çox özgüvənli bir şəkildə və sevgi dolu və belə deyək də cəmiyyətə artıq tam hazırlanmış bir şəkildə təhsilini davam edir. Yəni düşünürəm ki, bugün artıq bizim universitetlərimizdə də belə tələbələrin artıq sayı getdikcə artmaqdadır və yaxud da ki, məsəl üçün də bir çox dövlət qurumlarında artıq əlilliyi olan uşaqlarla, yəni belə deyək də insanlarla qarşılaşırıq. Asan xidmətlərdə və yaxud da ki, belə deyək də digər qurumlarda. Əslində bu düşünürəm ki, çox yaxşı bir haldır ki, o insanlar da həqiqətən də özlərini tapa bilirlər və cəmiyyətə təbii ki, adaptasiya ola bilirlər. Gəlin birlikdə onlara dəstək olaq. Gəlin hər birimiz belə deyək də bayaqdan dediyimiz kimi fikrimdə qeyd etdiyimiz kimi özümüzdən başlayaq və özümüz o insanlara qarşı münasibətimizi dəyişdirək və ondan sonra isə təbii ki hər birimiz münasibəti dəyişdirsək yavaş-yavaş artıq cəmiyyətdə də düşünürəm ki münasibətlər dəyişir. Buyurun sizlərdən fikirlərinizi almaq istəyərəm. Müəllimə, bir sualım var, olar verim. Dedi ki, əslində bu tip uşaqlarla digər uşaqlar bir sinifdə əyləşə bilərlər, bərabər Necə? qurumlara. Biz dedik ki, inklüziv təhsildə, yəni əlilliyi olan şəxslərlə sağlam uşaqlar bir sinifdə əyləşə bilərlər, bərabər hüquqlara malikdir. Bəs mən buna toxunmaq istəyirəm. Bəs autizmli olan şəxslər, hansı ki onların dərəcələri var, bilirik ki, ən ağır dərəcəsi biraz daha çətin olur da belə uşaqlarla işləmək. Hətta gözümün şahid ki, sadəcə şagird yoldaşlarına deyil, hətta müəllimlərə belə zərər vura bilirlər. Belə uşaqlarda mı oturmalıdır bir sinifdə sağlam uşaqlar? Rəhlə müəllimə, mən əvvəldə də fikir ifadə elədim ki, bu layihə nəzərdə tutulur ancaq yüngül dərəcəli təbii ki uşaqlar üçün. Ağır dərəcəlilər əvvəldə qeyd etdiyim kimi xüsusi tipli məktəblərə, internat tipli məktəblərə cəlb olunurlar. Onlar icma əsaslı məktəblərə cəlb olunmamalıdırlar. Mən razıyam sizinlə. Əslində Rəhlə müəllimənin sözündə həqiqət var. Bir çox hallarda müəllimlər şikayət edirlər ki, ağır dərəcəlilər məktəblərə qoyulur, onlar bizim üçün problemlər yaradır. Məsələn, tutaq ki də özlərini idarə edə bilmirlər və yaxud da ki, uşaqlara belə deyək də digər uşaqlara çox böyük problemlər yaradırlar, zorakılığa məruz qalmaq məsələləri falan. Burada təbii ki, düşünürəm ki, məktəb rəhbərliyi diqqətli olmalıdır və belə deyək də proqramın imkanlarından təbii ki, kənara çıxılmamalıdır. Yəni, əgər həqiqətən də ağır dərəcəlidirsə, o uşaqların icma əsaslı məktəblərə gəlməyə təbii ki, icazəsi yoxdur. Onlar ancaq yüngül dərəcəli uşaqlar üçün nəzərdə tutulur bu proqram. Bu göstərdiyiniz videolar reallıq idi. Necə, Günay müəllimə? Bu göstərdiyiniz videolar reallıq idi. Bəli, real belə deyək də çəkilmiş videolardır. Bir çox ölkələr, bəli. Bəli, buyurun. Bir çox ölkələr var ki, inklüziv təhsillə bağlı çox yaxşı nəticələri var və dünya səviyyəsində belə deyək də öz nəticələrinə görə seçilirlər. Həmin ölkələrdən belə deyək də çəkilmiş videolardır. Yəni uğur əldə olunmuş belə deyək də uşaqların videoları. Onda axırıncı videodakı qız bir də mənim dediyim fikri təsdiqlədi. Demək olar ki, dedi ki, yaxşı ki, anam məni evdə saxlamayıb, məktəbə göndərib. Normal uşaqlarla, sağlam uşaqlarla, yəni o məktəb tutmuşdu elə. Bəli. Mən də bayaq deyirdim ki, bəzi yəni, görmə qabiliyyəti olan uşaqlar, eşitmə qabiliyyəti olan uşaqlar normal, sağlam uşaqlara bir yerdə məktəb oxumalıdır ki, özgüvənləri daha da düşməsin.
Yəni öyrənməlidirlər ki, onlarda nə eksik deyirlər. Görürsüz, orada özü də belə deyək də vurğulayır ki, mən o uşaqlarla birlikdə təhsil almağa başladıqdan sonra təbii ki, artıq belə deyək də bir çox bacarıqları daha da inkişaf edib və özgüvəninin artmasını xüsusi olaraq vurğulayırdı videoda da. Bəli, digər uşaqlara da əlbəttə ki, elə tərbiyə olunmalıdır ki, heç kimi nəyinəsə görə alçatmaq olmaz. Bəli, tam doğru, tam doğru. Yəni dəyərlər mütləq şəkildə formalaşdırılmalıdır. Bunun üçün də düşünürəm ki, yenə də deyirəm, empatiya hissi olmalıdır. Mütləq şəkildə dərs ilinin düşünürəm əvvəlindən müəllimlər bunu etməlidirlər. Ki biz məsələn müxtəlif uzqıran strategiyalardan istifadə edə bilərik və yaxud da ki, müxtəlif belə deyək də fəaliyyətlər edə Bəli, bilərik. ailə də, müəllimlər də həmçinin. Bəli, uşaqlar bir-birlərinin imkanlarını tanısınlar. Bəlkə də ola bilər ki, bizim ortaq belə deyək də travmalarımız var, ortaq məsəl üçün də maraq dairələrimiz var ki, hansı ki, mən məsələn yanımdakı yoldaşımın ortaq məsələlərini biləndən sonra artıq mən bullyingdən də uzaq qaçacağam, onu qınamaqdan da uzaq qaçacağam, damğalamayacağam. Yəni artıq demək olar ki, o məsələlərdən tamamilə uzaqlaşacağam. Yəni bu da təbii ki, dəyərlərin formalaşdırılmasına gətirib çıxarılacaq. Düşünürəm ki, müəllimlər mütəmadi olaraq emosional intellektin formalaşdırılması, dəyərlərin belə deyək də şagirdlərdə formalaşdırılması barədə mütəmadi olaraq belə deyək də proseslər həyata keçirməlidir ki, şagirdlərdə o dəyərlər formalaşsın və o dəyərlərin formalaşdırılması təbii ki, bullyingin, damğalanmanın, mənfi münasibətin sinifdən tamamilə uzaqlaşmasına gətirib çıxardan bir məsələdir. Yəni ona görə də bu məsələlərdə maksimal dərəcədə diqqətli olmalıyıq. Bəli, ailə də öyrətməlidir. Məktəbdə də müəllim bizim valideynimiz sayılır. Hər ikisi öyrətməlidir empatiyanı, yəni özünə yerinə qoymağı. Həmçinin öyrətməlidir ki, məsələn, əlillik, xəstəlik hər an sənin də başına gələ bilər də, yəni hər kəsin başına gələ bilər. Yaxud kasıblıq, sənin valideynin məsələn işsiz qala bilər, yaxud hər dəqiqə rəhmətə gedə bilər. Onda sən necə məsələn üstün daha çox bahalı paltarlar geyinə bilərsən, sən də başına gələ bilər də hər an hər bir şey. Tamam. Mən hətta yadımdadır ki, biz bir layihə ilə bağlı görüşdəydik. Orada əlilliyi olan bir insanla qarşılaşdıq və hətta ətrafdan bəzi xanımlar əlil arabasındaydı təbii, bəy idi. Hətta xanımlar yazıq əlil arabasındadır və s. və axır və sonda oğlan o qədər o ifadələri eşitdi ki, belə arabanı çevirdilər və təsəvvür edin ki, etirazını bildirdi ki, mən də dünənə qədər sizdən biri idim. Bir avtomobil qəzasının belə deyək də qurbanı oldum və bugün belə deyək də bu vəziyyətdəyəm. Amma çox xahiş edirəm ki, bizdə mənfi münasibət göstərməyin. Biz də sizdən biriyik, o cəmiyyətə adaptasiya olaq və biz də belə deyək proseslərin iştirakçısı olaq. Yəni avtomatik olaraq o qədər o ifadələri eşitdi ki, yəni etirazını bildirdi ki, yəni biz də belə deyək də o prosesin adətən elə insanlar, elə uşaqlar özəl münasibət göstərilməsini sevmirlər. Deyirlər ki, özəl münasibət göstərildiyi zaman biz elə bu zaman Kiminsə yazığı gəlməyini sevmirlər. Bəli. Açıq görməməzliyə vurub hamı kimi davrananda elə bir sanki onun əlilliyini görmürmüşsən kimi, onda daha yaxşı özlərini hiss eləyirlər. Bəli, tam doğru. Yəni ona görə də gəlin hər birimiz o insanlar üçün belə deyək də o şəraiti yaradaq, dəstək olaq onlara, onlar da təhsillərini alsınlar. Ali təhsil ala bilərlərsə nə gözəl, yaxşı bir haldır. Ən azından ali təhsil ala bilməsələr də belə müəyyən bacarıqlara malik olacaqlar və sabah öz ehtiyaclarını ödəmək baxımından hətta valideynlərlə qarşılaşırıq ki, onlar deyir ki, mən bilirəm ki, övladım ali təhsil ala bilməyəcək. Ən azından mən olmadığım zaman o öz ehtiyaclarını ödəyə bilsin. Yəni ən azından heç olmasa bunları belə deyək də bacarmaq baxımından ən azından ünsiyyətə daxil olsun, yoldaşları olsun. Onlarla belə deyək də cəmiyyətə adaptasiyanı təmin edə bilək. Yəni ona görə bəzi hallarda hətta bu cürdə belə düşünən valideynlər var ki, yəni övladlarının o bacarıqları qazanmasını istəyirlər. Gəlin hər birimiz onlara dəstək olaq, onların da təbii ki, təhsil almasına və eyni zamanda da cəmiyyətin bir dəyərli bir üzvü olmasına imkan yaradar. Hər kəs təbii ki, dəyərlidir, hər kəs fərqlidir.
və hər kəsdə unikal özəl xüsusiyyətlərə malikdir. Gəlin o özəl xüsusiyyətləri, o belə deyək də yaxşı cəhətləri görək və təbii ki, onları irəliyə doğru aparaq. Belə, təlimlə bağlı fikirləriniz varsa dinləyə bilərik. Yoxdursa təbii ki, hər birinizə təşəkkür edirəm. Qızıldan dəyərli vaxtınızı ayırıb bizimlə bugün olduğunuz üçün çox minnətdaram. Buyurun, kiminsə də fikri varsa təlimlə bağlı eşitmək istəyərəm. Belə bir şeyi də hər zaman bilməliyik və övladlarımıza gələcəkdə öyrətməliyik ki, məsələn də indi əli olmayan, hər iki əli olmayan insanlar var, ayağı ilə çox gözəl rəsmlər çəkə bilir. Heç bizim iki əlimiz, iki ayağımız olsa da onu edə bilmirik. Bizim də məsələn təhsilimiz var da, onun təhsili yoxdur. Eləsinə amma qıraqdan görəndə çox adam yazıq kimi davranır. Bəlkə lağ eləyənlər də var, bilmir də. Elələrin də fərqli üstünlüyü var ki, bizi kimi insanlarda yoxdur məsələn. Onun fərqli üstünlüyü var, bizim fərqli üstünlüyümüz var. Təşəkkür. Tamamilə doğru. Aha. Bir də bir fikir bildirmək istəyərdim Əmrə Buyurun. müəllimə. Deməli, hal-hazırda bilmirəm, tədris kitablarında varmı ya necə, Azərbaycan dili fənnindən. Əvvəllər var idi, əlil kimə deyilir? Aha. Bu mövzuda uşaqlarla həmişə debat mövzusunda dərslər keçirilirdi. Ki, yəni bəzən insanlara belə deyək, əsas da bu məncə valideynlərdən çox müəllimlərlə bu mövzuda daha çox təlimlər keçirilməlidir. Çünki elə valideyn ola bilər ki, nə qədər demək qəribə olsa da dünya görüşü biraz az ola bilər. Yəni bəlkə də desəm biraz ağır olacaq. O bəzən insanlar deyirlər cahil. Məsəl üçün o şəkildə də algılana bilər ki, yəni burada valideyni də qınaya bilmirəm. Çünki valideynin böyüdüyü ailə də o cür həmin valideyni yəni böyüdə bilər. Burada məncə ən çox müəllimlərdən hər şey asılıdır. Çünki bizim vaxtımızda məsəl üçün müəllimlər bu mövzularda daha çox debat aparırlar. Çünki uşaqlar oxumağa başlayandan həmin insana başlayırdılar gülməyə ki, əli yoxdur, bəs bu necə həyata qarışacaq, bəs necə eləyəcək? Onda da o son cümlə var idi ki, əlil kimlərə deyilir? Əlillik deyir bədənlə ölçülmür, əlillik ruhla ölçülür ki, ruhun varsa sən əlil deyilsən, çünki əlillik ruhdan başlayır. Ona görə biz çalışıb valideyn və müəllim olaraqdan uşaqların, elə demək olar ki, insanların özünün də ruhunun əlil olmamasına imkan yaratmalıyıq ki, yəni əlil olmasınlar. Ruhu belə deyək, hər hansısa bir sərhədə alındısa və ruhunda hər hansısa bir qırmızı xətt çəkildisə, o insan onsuz da nə qədər qabiliyyət və bacarığı olursa olsun, heç vaxt cəmiyyətə atıla bilməyəcək. Tamam getmək lazımdır. Əslində, əslində Rayə müəllimə bir məqam qeyd edeyim. İndi dərsliklərdə bəli var bu barədə. Sadəcə olaraq biraz fərqli istiqamətdədir. Bəzi mətnlər var ki, əlilliyi olan, amma uğurlu insanların həyat hekayələri paylaşılır ki, əslində bu çox müsbət bir məsələdir ki, yəni insanlarda fikir formalaşmasın ki, əlil insanlar cəmiyyətdən məsələn təcrid olunublar, onlar heç vaxt uğur qazana bilməzlər. Ona görə də bu istiqamətdə məsələyə yanaşılır. Dərsliklərdə təbii ki, əlilliyi olan, amma uğurlu belə deyək də insanların həyat hekayələri belə paylaşılır. O dəftərşən altına qoymuşuq. Bəli, qüsuru olan, əlilliyi olan, xəstəliyi olan insanlara lağ eləyənlər onlardan daha əksik insanlardır məncə. Ona qalsın. Belə bir ifadə var, deyirlər ki, o necə ki siz uşaqları kəpənəyə oxşatdınız. Bir belə deyək, Koreyalı müəllim deyir bunu ki, uşaqlar hər biri bir çiçəkdir. Yəni hansı fəsildə açmağından, nə vaxt açmağından asılı olmayaraqdan hər biri bir çiçəkdir. Yəni bəzən ətirli ola bilər, bəzən görünüşü gözəl ola bilər, amma hər biri çiçəkdir. Yəni insanlar çiçəkləri sevdiyi qədər uşaqları da sevməlidirlər. Necə ki, məsəl üçün biz Saranın həyatına baxdıq orada. Burada da yenə görünür ki, valideyn özü də necə cəsarətlidir. Yəni insanların onu qınamağından qorxmur. Yəni həyata inamı var. Burada da onu göstərir ki, valideyn özü belə dünya görüşlü, yəni inamlıdır. Yəni o özü belə deyək də, bəlkə fikrim qəribə olar, bəlkə çox adam məndən razı olmaz. Məncə valideyn özü öz övladından ən birinci utanmamalıdır. Onu ilk olaraq o özü ailəsindən normal insan, yəni normal necə deyim, sağlam insan kimi görməlidir. Çünki bəzən belə deyək, bizim sinifdə bir şagird var idi, autizmli idi. Amma o qədər möhtəşəm coğrafiyanı bilirdi, o qədər möhtəşəm riyazi məntiqi təfəkkürü var idi ki, bəzən şagirdlər ona həsəd aparırlar ki, ayda bizim fikirləşdiyimiz məsəl üçün misalı o necə də bir dəqiqənin içində, bəlkə də yarım saniyənin içində tapır.
Yəni o uşağı yavaş-yavaş bizdən müəllimlər özü başladılar cəmiyyətə qatmağa. Bir də baxırdıq ki, ana da, nənə də həmin uşağın yanındadır Evet, ki, mənim razı. də uşağım sağlamdır, mənim də uşağımı öz övladlarınıza qatın, ona kənardan baxmayın. Hal-hazırda valideyn iclasları elə bir yöndə qurulub ki, valideynlərin iclası yenə olur, amma valideyn iclasında əsas məqsəd nədir? Uşağın qiyməti. Hal-hazırda valideyn iclasında insanlıqdan, uşaqların bir-birinə ünsiyyətindən heç bir söhbət aparılmır. Məktəb forması, ancaq qaydaya əməl olunsun ki, onlara söz gəlməsin, bir də qiymət. Hal-hazırda insanlar elə bilin ki, robot olub gedirlər. Uşağımın qiyməti yaxşı olsun, amma insanlığı olmasın, geyimi yaxşı olsun, hər şeydə bir-birinə rəqabətə girsinlər, amma savad və insanlıq baxımından demək olar ki, bəlkə də Azərbaycanda elədir, çünki çox məktəbdə görürük, bəlkə də dövlət məktəbləri o formadadır deyə bilmərəm, amma onlarda şagirdlərin insanlığı və emosional baxımdan eyni tutulma yoxdur. Əsas onlar üçün qiymətdir. Mən müəlliməm, mənim monitorinq nəticələrim daha yüksək olsun. Bəli, savaddan öncə insanlığı öyrətməlidir valideyn uşağa. Hmm. Təşəkkür edirəm. Çox dəyərlidir həqiqətən də fikirləriniz. Başqa fikir söyləmək istəyənlər varmı? Təlimlə bağlı. Nədən narazı qaldınız? Nədən razı qaldınız? Dinləmək istəyərik. Çox razı qaldım mən özüm təlimlə. Yenə sizin sayənizdədir bu formada da mənim danışmağım. Çünki özüm hal-hazırda tələbəyəm. Müəlliməm olmusunuz Sumqayıt Dövlətdə. Çox sağ olun, minnətdaram. Yəni sizin sayənizdə yanınıza ki, gəlib deyim ki, mən necə eləyə bilərəm ki, sizin kimi güclü qadın olum? Necə eləyə bilərəm ki, sizin kimi öz ayağımın üstündə durmağa bacarım və sizin mənə göstərdiyiniz motivasiyaların, belə deyək, görüşlərimizdə olan söhbətlərin nəticəsində mən də özüm də, yəni belə deyim, tələbə olsam da həmçinin repetitoram. Yəni qarşıma şagirdlər çıxır. Bir repetitor olaraq bunu da deyə bilərəm ki, bəzən olur ki, elə müəllimlər var, o şagirdi götürmürlər ki, yox mən bundan bacarmayacağam, bu pəltəkdir, mən onunla bacarsam qrupum zəifləyər. O şagirdləri belə mən hazırlığıma götürürəm. Və baxıram ki, həqiqətən uşaq o qədər möhtəşəm savada malikdir ki, o qədər məntiqi təfəkkürü var ki, yəni şok oluram. Bəlkə də normal uşaq, sağlam uşaq onun kimi deyil. Nə olsun, məsələn, R-nı deməyə bilər, S-nı deməyə bilər, amma o qədər möhtəşəm riyaziyyatı həll eləyər ki, heç o uşağı, məsəl üçün, riyaziyyatı Azərbaycan dilini öhdələyər, o olimpiadalara qatılar, heç ona o qədər də vacib olmaz. Çünki bəzən belə bir şey deyirlər, məsəl üçün, uşağın Azərbaycan dilisindən deyək 60 baldır, riyaziyyatından 90 bal. Deyir, ay neynirsən riyaziyyat, əsas Azərbaycan dilinə yönəl, Azərbaycan dilinin balı artsın. Xeyr, uşağın potensialı hansı yöndədirsə onu daha çox artırmalıyıq biz. Amma yenə təşəkkür edirəm, var olasınız. Bu təlim üçün də minnətdaram. Siz sağ olun, minnətdaram ki, dəyərli vaxtınızı sərf edib iştirak elədiniz, dinlədiniz bizi və dəyərli fikirlərinizi də bizlə bölüşdünüz. Çox sağ olun. Başqa fikir olan yoxdursa, onda belə deyək, yekunlaşdıraq, sağollaşaq, növbəti təlimlərdə görüşmək ümidi ilə hər birinizi burada görmək çox xoş oldu. Fikirləriniz üçün təbii ki, hər birinizə minnətdaram. İnşallah ki, növbəti təlimlərdə görüşmək ümidi ilə. Sağ olun. Aynurə müəllimə, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların həm pedaqoji inkişafında, həm də mənəvi inkişafında müəyyən qədər rol oynadı. İnklüziv təhsil dövrün ən aktual mövzularından biridir. Mənim öz hazırlığımda da bir inklüziv uşaq var və düşünürəm ki, valideynlər bu barədə daha çox fikirli, məlumatlı olmalıdır. Onlar düşünür ki, mənim uşağıma bəziləri var ki, düşünür ki, mənə əlavə bir diqqət yetirilməlidir. Lakin o uşağın üzərində biraz, necə deyərlər, baskı yaradır. Mən onun tərəfdarı deyiləm. Bərabərliyin olması çox müsbət bir şeydir. O hazırlaşırsa, deməli özünə inanır və öz bacardığı qədər bir şey eləyəcək və bilirik ki, o maksimum eləyəcək. Düşünürəm ki, burada iştirak edən bütün müəllimlərin də pedaqoji yanaşmasına da bu təlim çox təsir göstərəcək. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, hətta həmkarlarınızı da qrupa dəvət edəsiniz. Sertifikat üçün elandakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. Sağ olun. Sağ olun, görüşənədək.